Bankdan pul götürmək haramdır. Çünki banklar faizlə işləyir və faiz sələm sayılır və bu da haramdır. Dinimizin qadağan etdiyi, haram etdiyi şeylərdən biridir. Etmək olmaz. O ki qaldı ödəməyə nəsə bir şey, mağazadan telefondur, toz-sorandır, televizor, xaldenlik belə şeylər götürmək olarmı? Sualına gəldikdə isə orada mağazada müqavilə bağlanır. Müqaviləsiz heç kim sizə yataq dəsti, kreslo dəsti və yaxud da ki, telefon, kompüter vermir. Ancaq müqavilədən sonra. Əgər o imzalanan müqavilədə yazılıbsa ki, əgər ödəməsə, 1 ay, 2 ay, 3 ay mal ödənməsə, mal onun əlindən çıxardılacaq və yaxud da ki, o malın qiymətinin üzərinə müəyyən faiz gələcək, bəli, həmən ki, malı götürmək icazəli deyil. Yox, əgər satan tanışınızdırsa, qohumdursa və yaxud da ki, illərlə siz ondan ticarət etmişsinizsə və sizi tanıyıb, etibar etdiyinə görə sizə mal verir və ay-ay həmənki məbləği ödəməyə sizin üçün rahatlaşdırırsa və üzərində heç bir faiz gəlmirsə, problem yoxdur. Yəni, götürmək olar. Amma yox, əgər gecikdirəcəksinizsə malın ödənişini, o zaman malın faizi gələcək, deyilərsə və yaxud da müqavilədə yazılarsa, bu zaman götürmək olmaz. Bəzən də necə olur? Bəzən elə olur ki, mağazada işləyən işçi deyir ki, 1 ay, 2 ay gecikdirsən problem deyil. Yəni, biz sizin üçün asanlaşdırasıyıq. Yəni, problem deyil malın satılması üçün. Bu olsa belə, əgər sizinlə bağlanılan müqavilədə yazılıbdırsa, müəyyən faiz üstünə gələcək və yaxud da mal əlindən alınacaq, o zaman yenə həmçinin əgər iş pis yerə dirənərsə və yaxud da ki, ən axırıncı yolda deməli, müamilə nə olunur? İmzalanan o müqavilə əsasında olur. Ona görə müqaviləyə baxılır və orada nə yazılıbsa, onunla əməl olunur. Ona görə ola bilsin ki, orada işləyən işçi xəstə ola bilər, Allah korusun dünyasını dəyişə bilər və yaxud da işdən çıxa bilər. Onun yeni başqası gələr və sizinlə müqavilədə nə yazılıbsa, onunla əməl oluna bilər və bu da faizə daxil ola bilər. Ona görə icazəli deyil. Ola bilər ki, siz maşın alırsınız və yaxud da ki, telefon, kompüter alırsınız. Satan adam qohumunuzdur, işlənmişdir və yaxud da ki, təzədir, fərqi yoxdur. 1000 manata verirsə kompüteri, deyir ki, mən ona belə yavaş-yavaş ödəyəcəksinizsə, 1500-ə verirəm. Problem deyil, nə vaxt istəsən ödə. Öz aranızdadır, bankomat yoxdur. Problem deyil. Yəni, o malın baha satılmasında problem yoxdur. Sadəcə problem nədir? Başdan nə ilə müqavilə bağlanıbsa, nə ilə razılaşılıbdırsa, onun üzərinə faiz gəlməsin. Məsələn, deyir ki, mən bunu nağd satıram 1000 manata, nisyə, yəni ödəməyə satıram 1500 manata. Bir il müddətinə yavaş-yavaş ödə. Problem deyil, nə vaxt imkanın çatar ödə. Yəni 1500 ödəyəcəksən, bundan artıq yox. Amma siz 5 ay ödəyə bilmədiniz, sonra desə ki, yox, bunun qiyməti 2000-dir. Artıq o 1500-ün üzərinə gətirilərsə, nə artırarsa, o artıq faizə daxil olur. Ona görə belə bir alver varsa, ondan uzaq olmaq lazım və yaxud da kimsə etdiyi alverdə bu hərəkət